İsrailin hərbi siyasi kabineti Qəzza zolağında Həmasa qarşı genişmiqyaslı əməliyyat planını yekdilliklə təsdiqləyib. Siyasi mənbələrin verdiyi məlumata görə, plan Qəzzanın bəzi ərazilərinin işğalı və sabit nəzarət altına alınmasını nəzərdə tutur. Əsas hədəflər Həmasın hərbi və inzibati strukturunun məhv edilməsi, İsrailli girovların azad olunması, eləcə də radikal qruplaşmanın humanitar yardımlardan istifadəsinin qarşısının alınmasıdır. İsrail Baş nazirinin müşaviri Dimitri Gendelman bildirib ki, plan çərçivəsində dinc əhalinin təhlükəsizliyinin təmin olunması üçün onların Qəzzanın cənubuna köçürülməsi də nəzərdə tutulur. O əlavə edib ki, bu əməliyyat əvvəlkilərdən fərqli olaraq məqsədli reydlərlə deyil, ərazilərin tam ələ keçirilməsi və onların üzərində sabit nəzarətin qurulması ilə seçilir. Nazirlər Kabineti həmçinin beynəlxalq yardımın bölgəyə çatdırılması üçün Həmasın nəzarəti istisna olmaqla humanitar mexanizmin yaradılmasını da səs çoxluğu ilə dəstəkləyib. Qeyd olunur ki, 7 saat davam edən iclasda Qəzzada hələlik kifayət qədər ərzaq ehtiyatı olduğu da vurğulanıb.